Adətən toyuq ətini sadə bişirməyi xoşlamıram, yeyə də bilmirəm. Məncə bu da cəfəridir. Həyətimizdən yığıram. Yaxşı-yaxşı yuyacam. Nanə və cəfər atacağım. Adətən ya biber, ya pomidor biraz içərisinə atıram. Bu gün isə onlar mətbəximdə yox idi. Ona görə düşündüm, həyətdə baharın gözəl yetirdiyi, Allahın bizə bəxş etdiyi göyərtilərdən olmalıdır. Allah özü bunu bizə bəxş edib, biz əkməmişik. Ona görə gəldim, bir neçə saplaq yığıb qazanımın içərisinə atım ki, ətin dadını dəyişsin. Yeri gəlmişkən çox gözəl güllərimiz var, nərgiz gülləri. Bu kölgədə mənim. Get-gedə də yaşıllaşır həyətimiz. Hələ ki bu qədər yığdım, məncə bəsdir. Bundan sonra qərara gəldim ki, həyətin bu hissəsini təmizlədib, mütləq göyərti, bir balaca ştillər əkmək lazımdır ki, yemək pişirən zaman oradan ədviyyat kimi, göyərti kimi istifadə edə bilim. Belə. Burada da nanələrdən var, görün nə gözəldir, Allah özü yetiribdi bunu. Və yəqin ki, mənə də fikir verir ki, sən özün də ək. Ək, daha gözəlini yetirərəm. Həmd olsun Allaha. Bəli, budur. Sos deyirlər, bəzi yerdə bozartmaq. Atıram içinə, dadı dəyişsin. Bax, bu başqa məsələ. İndi bunu ləzzətlə yeyə bilərəm. Sizlərə də nuş olsun.